ولم أخطئ بدربي لبيتك جئت يا الله أتيت بثقل ذنبي ولم بسم رب الشهداء والصديقين اللهم صل على فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها بعدد ما أحاط به علمك. السلام عليك يا بنت رسول الله. السلام عليك يا بنت حبيب الله. السلام عليك يا بنت حبيب الله. Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Sizləri Hikmət Qapısı verilişindən salamlayırıq. Bildiyiniz kimi, bugün artıq Əyyam-ı Fatimənin ikinci günüdür. Bu hüzünlü, kədərli günlərlə bağlı başda ağamız, Mövlamız İmam Zaman əleyhissalam olmaqla dəyərli rəhbərimizə, əziz müstəhidlərimizə, alimlərimizə və siz əziz müsəlman bacı və qardaşlarımıza başsağlığı veririk. Allahdan arzu edib istəyirik ki, qiyamət günündə bizləri anamız Həzrət-i Zəhra salamullahi əleyhanın şəfaətindən binəsib etməsin inşallah. Hörmətli izləyicilər, dəyərli ustadımız inşallah bu günləri Həzrət-i Zəhra salamullahi əleyhanın kəlamında əsl şiələr kimlərdir ki, bu haqda ətraflı məlumatlar verəcək ki, həqiqi şiələr Əhl-i Beytin nəzərində kimlərdir, necə olmalıdır? İnşallah bu haqda ustadımızdan maraqlı söhbətlər eşidərik. Bizlər də ustadımızın söhbətlərinə diqqətlə qulaq asaraq, özümüz üçün bir ibrət götürərik, dərs götürərik ki, görək biz Əhl-i Beytin, xanım Fatimənin nəzərində olan şiələrdənik ya yox. Peyğəmbər salavatullah buyurur ki, Fatimətu səyyidətu nisai əhlil cənnə. Fatimə cənnət qadınlarının seyyidəsidir, xanımıdır. Allah Teala bizləri qiyamət günü o xanımdan ayrı salmasın inşallah. Hörmətli izləyicilər, ustadımızı təqdim etməzdən öncə bir daha diqqətinizə çatdırırıq ki, suallarınızı və təkliflərinizi bizi izlədiyiniz platformaların direkt və rəylər bölməsinə və ekranda gördüyünüz WhatsApp nömrəsinə ünvanlaya bilərsiniz. İnşallah ustadımız vaxt çərçivəsində siz əzizlərin suallarını cavablayacaq. Verilişimizin bugünkü əziz və dəyərli qonağı Cənab Hüccətül İslam Hacı Xəlil İsmayılovdur. Salam aleykum ustad, axşamınız xeyir olsun. Bu hüzünlü, kədərli günlərlə bağlı sizə də başsağlığı veririk. Aleykümselam ve rahmetullah. Çok sağ olun. Ben de sizi ve bütün Ehl-i Beyt severleri başta İmam-ı Zaman aleyhisselam olmakla Hazreti Fatime-i Zehra salamullahi aleyhanın şehadeti münasebetiyle başsağlığı veririm. Allah Teala'dan isteyirik. Allah İmam-ı Zamanımızın zuhurunda təcil eləsin. Amin inşallah. İmamımızın zuhuru ilə müsibətlərimizin, çətinliklərimizin sonu olsun inşallah. Amin inşallah ustad. Allah razı olsun ustad. Dualarınıza amin deyirik və sizə də təşəkkür edirik, minnətdarlığımızı bildiririk ki, dəvətimizi qəbul etdiniz, zəhmət çəkib gəlirsiniz. Allah canınıza sağlıq versin. Ustad, zəhmət olmasa bizə Həzrət-i Zəhranın kəlamında əsl həqiqi şiələr kimlərdir, necə olmalıdır? Zəhmət olmasa bu haqda danışardınız. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina eşrefil enbiyai vel mursalin. Habibe ilahil alemin Ebil Qasimi Muhammed ve alihi tayyibine tahirin ve lanetullah alel kavmez zalimin. Esselamu aleyki eyyetüha sıddîkatu şehide. Esselamu aleyki ya Fatimetu seyyidete nisa'il alemin ve rahmetullahi ve berekatuhu. Hazret Zəhra salamullahi aleyha kimləri
özlərinin şiəsi hesab edirdi. Bu özü bir mühüm bir Bəli. sualdır və həmçinin mühüm bir mövzudur. Kimlər Həzrəti Zəhra şiələri hesab olur? Həzrət Əli şiələri hesab olur. İmamlarımızın şiələri hesab olur. O həqiqi əsl şiələr kimlərdir? Ola bilərmi insan namaz qılmasın, oruç tutmasın, hicab bağlamasın, amma özünü Həzrət Zəhranın o əsl şiələrindən hesab eləsin? Bu ola bilər ya ola bilməz. İstəyirik bunun ətrafında, bu mövzu ətrafında danışaq. Bəli, inşallah. Həmçinin özümüzü ölçək görək, biz həqiqətən Həzrət Əli şiəsiyik, Həzrət Zəhra şiəsiyik ya yox. Hansı ki onlar Həzrət Zəhra salamullah aleyha, Həzrət Əli əleyhissalam, digər imamlarımız elə canlarını qurban verdilər bu şiələrə görə. Bəli. Şiələrin yolunda canlarını qurban verdilər. Yoxsa onlar da bizim kimi adi insanlar idi. Adi insanlar bu mənada, yəni onların da yaşamaq haqqı var idi. Bəli. Onların da ailələri var idi, uşaqları var idi. Onların da yaşamaq haqqı var idi. Nəinki ömrünün axırına kimi nəzarət altında olsun, elə hey onları güdsünlər. Bəli. Düz əməlli adi bir insan kimi yaşaya bilməsinlər. O onların haqqı deyildi. Amma buna baxmayaraq imamlar, məsumlarımız əleyhissalam bu həyata razı oldular. Belə yaşamağa razı oldular şiələrə görə. Aha. Buna görə ki, o əsl şiələr yetişsin və Əhl-i Beytin marifi, Allah Taalanın insanlardan istədiyi əsl din bu insanlara çatsın və sonda o səadəti, xoşbəxtliyi qazana bilsinlər. Buna görə. Ustad, yəni belə deyək də, Əhl-i Beyt əleyhissalam necə ki bir mehriban ata-ana öz övladlarının yaxşı yaşamasından ötürü, normal yaşamasından ötürü özlərini fəda edirlər. Əhl-i Beyt də bu ümmət üçün, şiələr üçün, haqq əhli üçün özlərini bu cür fəda edirlər. O cür ustad. Bəli, elədir, tamamilə doğrudur. Onlar elə atadan, anadan da yuxarı oldular bizlərə. Yəni canlarını, övladlarını, ailələrini fəda elədilər bu yolda, Allah yolunda. Bu da onların o valideyndən də yuxarı məhəbbətli olmalarını göstərir öz ümmətlərinə nisbət. Biharul Ənvar kitabında mərhum Əllamə Məclisi bu hədisi nəql edir. Və qalə rəculun li imrətih İzhəbi ilə Fatimə binti Rasulillah sallallahu aleyhi və aleyh. Bir nəfər öz həyat yoldaşını, öz xanımına dedi ki, get Peyğəmbərimizin qızı Həzrəti Fatimənin yanına sallallahu aleyha fəsəlihə ənni. Get mənim barəmdə o Həzrətdən sual soruş. Bəli. Soruş ki, ənni min şiətikum əm leysə min şiətikum. Get Həzrət Zəhradan soruş ki, əleyhissalam, mən sizin şiələrinіздənəm, yoxsa şiələrinizdən deyiləm. O vaxtı da, məsələn, qadın xeylağından sual soruşmaq istəyəndə, kişi xeylağı getməsi yaxşı deyildi. Ona görə kimlər ki, öyrənmək istəyirdilər, öz xanımlarını, indi biri ola bilər anasını, bacısını, ya öz həyat yoldaşını göndərirdi ki, gedib soruşsunlar. Bu şəxsin adı qeyd olunmayıb bu hədisdə. Şəxs də özü yox, yoldaşını göndərdi, dedi, soruş ki, mən sizin şiələrinizdənəm ya yox. Burada mən hədisin davamı ardını oxumazdan əvvəl bizim hədislərimizdə, imamlarımızdan olan hədislərdə bəzi şəxslərin adına muhib deyilib imamlarımız.
bəzilərinə şiə deyilib. Yəni Əhl-i Beytin muhibbi ilə Əhl-i Beytin şiəsi fərqlidir. Fərqli. Aha, Bunların fərqi var. bəli, Muhib sevənə deyirlər, məhəbbəti bəli. olana deyirlər. Məsələn, mən Əhl-i Beytin muhibbiyəm, yəni Əhl-i Beyt sevənlərdənəm. Aha, Amma mən Əhl-i Beytin şiəsiyəm. Bu şiə muhiblə fərqlidir. aha, İmamlarımız bəzi şəxslərə, bəzi hədislərdə var. bəli, Bəzisi gəlib deyəndə ki, ey imam, mən sizin şiələrinіздənəm. İmam cavabında buyurub ki, elə demə. Demə sizin şiələrinizdən. Denən sizin muhiblərdənəm. aha, Sizi sevənlərdənəm. Sevməklə şiə olmağın fərqi var. Fərqi. İndi onun fərqini deyəcək. Bunların İnşallah. fərqi nədir? Ki, ola bilər insan muhib olsun, Əhl-i Beyti sevən olsun, amma Əhl-i Beytin şiəsi olmasın. olmasın. Bəli, Şiə olmaq onun o dərəcəsi muhibdən yuxarıdır. aha, Tək sevməklə iş qurtarmır, o Hı hı. kifayət eləmir. Ola bilər Bəli. bir çoxlarının da Əhl-i Beyt əleyhissalama məhəbbəti var, bəli, muhibdilər. Bir qrup o nasibələri çıxmaq şərti ilə bəli, nasibilər Əhl-i Beytə düşmən olanlardır. Xəvariz kimiləri, Vəhabi kimiləri. Bunları qoyaq kənara. Onlar heç muhib də deyirlər. Bəli. Onlarda o məhəbbət yoxdur. Amma məsələn Əhl-i Sünnənin özü, Əhl-i Sünnənin özünə muhib demək olar. Onların da Əhl-i Beytə məhəbbəti var. bəli, Peyğəmbərin, ən azı Peyğəmbərimizin sallallahu aleyhi və aleyh bir balaları olaraq Peyğəmbərimizin Əhl-i Beyti olaraq məhəbbətləri var. bəli. İmam kimi qəbul eləmirlər. Məsum kimi qəbul eləmək. Məsum kimi qəbul eləmirlər. Amma Peyğəmbərimizin övladları olaraq qəbul eləyirlər, məhəbbətlər var. Onlar muhib hesab olur. Aha, Amma şiə hesab olmur. Aha. Şiə muhibdən bir dərəcə yuxarıdır. Bir Aha. dərəcə yox, çox dərəcə yuxarıdır ki, Hı hı. onların indi fərqini deyəcək. yəni onda ustad belə deyək də, onda hər şiə həm də muhib də sayılır da. Elə də deyə bilərik də. Aha, Amma hər muhib şiə şiə hesab say- olunur. Bəli. Aha, bəli. Çox gözəl bayaq bir nöqtəyə də işarət edirsiniz ustad. O Vəhabilər, nə bilim, Sələflər, bu kimi bəzi insanlar, yəni artıq özlərini elə bir yola qoyublar ki, artıq cəmaatı bir növ aldatmaqdan, özlərinə tərəf cəlb eləməkdən ötürü hətta yalandan çıxırlar, baxsan bəziləri danışır, biz Əhl-i Beyti sevirik, ya nə bilim, onlara məhəbbətimiz var, Bəli. amma bir halda ki, həqiqət elə Bəli, deyil. bəli. Onun düşmənini, Əhl-i Beytin düşmənlərinə məhəbbəti olan bir kəs necə ola bilər ki, Əhl-i Beytə həqiqi sevgisi olsun? Bəli, elədir. Bəziləri bu iddianı eləyirlər, Bəli, amma bəli, əməldə təəssüf olsun. məlumdur. Əgər Əhl-i Beytə qarşı daim təbliğatda olasan, onların Bəli. əleyhinə, bu məlumdur ki, bu Əhl-i Beytə sevgidən irəli Bəli. gəlir. Tutalım, əgər sevgisi də olsa, bu sevgi kifayət eləmir. Hı hı. Şiə olmaq kifayət eləyir. Düz. Ki, deyəcək o şiəliyin mənası nədir? Bəli. Evet, hətta hədislərimizə də müraciət eləyəndə tutalım Vəhabisti deyirsə ki, bizim sevgimiz var, məhəbbətimiz var. Hədislərə müraciət eləsə görər ki, imamlar buyurur ki, sənin sevginin olması kifayət deyil. Aha. Özünə muhib denən eybi yoxdur, muhib deyə bilərsən. Bəli. Deyə bilərsən məhəbbətin var. Amma özünü heç vaxt şiə gərək adlandırmır. Aha. Bu yalan olar. Düz. Çünki şiəlik yuxarı bir məqamdır. Şiəlik fərq eləyir o məhəbbət olmaqla. Bəli. O qadın əri tərəfindən gəldi Həzrət Zəhranın, salamü əleyhanın xidmətinə. Gəldi dedi ki, mən ərim tərəfindən gəlmişəm. Ərim məni göndərib ki, sizdən sual soruşam. Fəssəələtha. Həzrət Zəhradan həmin sualı soruşdu ki, mənim ərim deyir ki, mən sizin şiələrinizdənəm ya yox. Aha. Fəqalət qulilə. Həzrət Zəhra buyurdu, əleyhissalam, ərinə denən ki, in kuntə təəməl bima əmərnak və təntəhi
əmmə zəcərnəkə ənhü fəəntə min şiətin və illə fələ. Aha. Ərinə denən ki, əgər bizim əmr elədiyimiz şeylərə əməl eləyirsənsə və bizim nəhy elədiyimiz, qadağan elədiyimiz şeylərdən çəkinirsənsə, fəəntə min şiətin. Aha. Sən, bəli, bizim o Şiə. əsl həqiqi şiələrimizdən. Bəli. Və illa, əgər yox, biz deyənlərə əməl eləmirsən, biz deyən o qadağan elədiyimiz, haram dediyimiz şeylərdən çəkinmirsənsə, onda xeyr, sən bizim şiələrdən Aha. deyilsən. Şiə tərəfdar deməkdir. Bəli. İtaətkar deməkdir. Mən Əhl-i Beytin tərəfdarıyam, yəni ki, onların dediyinə əməl eləyirəm. Bəli. Əgər əməl eləməyəcəksənsə, xeyr, sən heç vaxt onların şiəsi, tərəfdarı hesab ola Bəli. bilməzsən. Bayaq dediyimiz kimi, muhib ola bilərsən, məhəbbətləri var qəlbində, o ola bilər. Amma sən onun dediyinə əməl eləmirsənsə, Aha. sən necə onun şiəsi, tərəfdarı hesab olarsan? Düz. Əhl-i Beytin buyurduğu, o əmr elədiyi şeylər Allah Taalanın əmri ilə fərq eləmir. Eyni Allah Taalanın Bəli. buyurduqlarıdır. Yəni Əhl-i Beyt bizə buyurursa ki, filan şeylər vacibdir, filan şeylər haramdır. Yəni Allah Taala Bəli. tərəfindən bunu buyururlar da. O şeyləri biz gərək vacib kimi qəbul eləyək. Haram buyurduqlarını da haram kimi qəbul etməliyik. Biz deyək, yox, o imamın buyurduğu vacib deyil və yaxud biz deyək ki, haram buyurduğu bizə haram deyil, mən başqa bir şeyə əməl eləyəcəm, buna şiə deməzlər. Aha. Şiə odur ki, onlar hər nə buyursalar, vacib dediklərini vacib kimi qəbul eləyək və əməl eləyək və həmçinin haram dediklərini də haram kimi qəbul eləyək və onlardan çəkinək. Əgər bu olsa, bəli, şiədir. Aha. Olmasa, onda şiədir. Şiədir. O qadın getdi, ərinə bu cavabı çatdırdı. Ustad, bir sual vermək istəyərdim. Yəni biz nə ilə belə deyək də bir növ isbat eləyə bilərik ki, bizim Əhl-i Beytə itaət eləməyimiz vacibdir. Məsələn, bu ayə kifayət eləyərmi öz-özlüyündə ki, Allah Taala ki, bura ətiullah və ətiyur rasul və ulul əmri minkum. Yəni tək bu kifayət eləyirsə, başqa düzdür, hədis ayələr də lazımdır. Bunu yəni Əhl-i Beytə itaətin zəruri və vacib olması üçün. Ayə özü kifayət eləyir, amma o sözü necə deyirlər, təyid eləmək üçün biraz o qəlbi daha da arxayın olsun deyənə başqa hədislərlə, bu barədə olan hədislərlə daha da gücləndirmək, o arxainlıq gətirmək olar. Amma ayənin özü kifayət eləyir. Ayə əmr eləyir insana. Allah Taala əmr eləyir ki, gərək ulul əmrə itaət eləməlisən. Ulul əmr Əhl-i Beytdir. Onlara insan tabe olmalıdır. Tabeçilik əməldə özünü göstərsə, bəli, bu əsl tabeçilik, əsl şiəlik. Əməldə özünü göstərməsə, bu məhəbbətdir, məhəbbəti var. Məhərrəmlik gələndə İmam Hüseyn əleyhissalamı yad eləyir. İmam Hüseyn adına məclis olanda gedir orada iştirak eləyir. Əhl-i Beyt adına məclis olanda gedir orada iştirak eləyir. Bəzən ehsan verir, İmam Hüseyn adına ehsan verir. Bunlar məhəbbətdən irəli gəlir. Dəyəri də var. Amma əməlində görünmürsə, o vacibatda, haramlarda bu görsənməlidir. Vacibatda, məsələn, namazında, orucunda, zəkatında, xumusunda, digər vaciblərdə. Əgər bunlarda görsənsə, bəli, onda olur o əsl şiə, buna əsl şiədir ki, itaət eləyir artıq onların dediklərini. Yox, əgər bunlar olmasa, ancaq məhəbbət olsa, o artıq əsl şiəlik deyil. O qadın fərrəcət əl-mərə fərrəcət fə əxbərəthu getdi ərinə Həzrət Zəhranın, salamun əleyhanın bu kəlamını çatdırdı. Dedi ki, Həzrət belə buyurdu. Əgər biz deyən vaciblərə əməl edirsənsə, biz deyən haramlardan çəkinirsənsə, bəli, sən bizim şiələrdənsən. Ərinə bu sözü deyəndə əri fəqalə ya veyli.
vay olsun mənə. Əri dedi ki, vay olsun mənə. Biz nə vaxt kimdir ki, günahlardan uzaq olsun? Yəni mən nə vaxt günahlardan uzaq oldum? Mən günahkar, xətakar bir insanam. Bəs mən Əhl-i-Beytin o həqiqi şiələrindən deyiləm. Mən günahkaram. Fə ənə izən xalidun finnar. Əri dedi ki, onda belə olsa mən əbədi olaraq cəhənnəmdə qalacağam. Bu günah sahibi olduğuma görə. Yəni mən düzgün şəkildə onların dediklərinə əməl eləmirəm. Fə innə mən leysə min şiətihim fəhvə xalidun finnar. Əri dedi ki, mən əbədi olaraq cəhənnəmdə qalacam. Ona görə ki, kim Əhl-i-Beytin Həzrət Zəhranın şiəsi olmasa, onlar əbədi cəhənnəmdə qalacaqlar. Əqidə düz əqidə idi, amma əməldə elə bir zəifdir biraz. Qadın fərəcətil mər'ə fəqalət li Fatimə ma qalə. Qadın yenidən qayıtdı Həzrət Zəhranın huzuruna əleyhissalam. Əri dedi, bu sözü Həzrət Zəhraya çatdırdı. Dedi, ərim belə deyir. Deyir, vay olsun mənim halıma, mən xətakaram, günahkaram, əbədi cəhənnəmdə qalacam. Həzrət buyurdu ki, sən ərinə denən ki, leysə hakəza. Belə deyil, sən fikirləşdiyin kimi deyil. Şiətuna min xiyari əhlil cənnə. Bizim şiələrimiz cənnət əhlinin ən yaxşılarından. Və kullu muhibbina və məvali ovliyaina. Burada da muhib kəlməsi deyir. Hər kəs bizi sevənlər, bizim dostlarımızı sevənlər, bizim dostlarımızla dost olanlar, düşmənlərimizlə düşmən olanlar, qəlbi ilə, dili ilə təslim olsun, həm qəlbi ilə, həm dili ilə təslim olsun. Əgər bu insanlar bizim dediklərimizə qarşı çıxsalar, bizim dediyimiz vacibə qarşı çıxdı, bizim deyən haramlara qarşı çıxdı. Əgər bu şey olsa, bəli, bu insanlar ki, o şiələrdən hesab olunur. Amma yox, məhəbbəti var, əməl də eləyib, amma indi bəzən o xətalara da yol verib. Bu insanlar bə'dəmə yutahhərunə min zunubihim, bu şiələr əzab görəcəklər. Əvvələn dünyada çətinlik çəkəcəklər. Bəlalar, çətinliklər onlara üz gətirəcək. Axirətdə də, cəhənnəmdə o elədiyi günahların cəzasını çəkəcəklər. Amma əbədi cəhənnəmdə qalmayacaq. Əri deyirdi ki, mən əbədi cəhənnəmdə qalacağam. Həzrət buyurdu ki, xeyr, o əbədi cəhənnəmdə qalmayacaq. Amma elədiyi günahın cəzasını çəkməlidir. Amma sonda biz onları cəhənnəmdən qurtaracaq. Onlar cəhənnəmə getməyəcək. Yəni, Əhl-i-Beytə məhəbbətli olmaq insana fayda verəcək axirətində. Amma günah eləsə günahların cəzasını çəkəndən sonra. Amma əsl şiə olsan, həqiqi şiələrdən olsan, Allah səni birbaşa aparacaq Əhl-i-Beytin yanına, cənnətə. Əhl-i-Beyt özü də insana şəfaətçi olacaq. İnşallah. Ustad, sizin bayaq qeyd etdiyiniz məsələ ilə demək olar ki, istər bizim ölkə olsun, istər dünyanın bir çox yerindəki şiələr elə təqribən elə halı bu cürdür da. Yəni bir növ usul dində, yəni etiqadda şiədirlər, amma Firud dinə gəldikdə əməli baxımdan isə yəni bir çoxları təəssüflər olsun namaz, oruc, yəni Allahın bu vacib buyurduğu şeylərdən uzaqdırlar. Amma danışdıranda deyəndə hamısı məsələn Əhl-i-Beytə, İmam Hüseynə canım qurban. Bu kimi məhəbbət var ki, siz qeyd elədiyiniz məsələ də həqiqətən çox gözəl bir məsələdir. Baxsan ki, elə cəmiyyətdə bir çox insanların təqribən halı elə bu cürdür. İmam Rıza əleyhissalamın bir qardaşı var idi, Zeyd adlı qardaşı vardı. Zeydu Ənnar deyirdilər ona.
səhv eləməsəm imamın böyük qardaşı idi. Bilirik İmam Kazım əleyhissalamın övladları çox idi. Çox Həm olub, bəli. oğlanları, həm qızları çox idi. İmamın da İmamza əleyhissalamın da bir qardaşının adı Zeyd idi. İmam o hədisdə nəql olunur. Uyun-i Əxbar-ı Rıza kitabındadır əleyhissalam. İmam bir məclisdə idi. İmamın o qardaşı da həmin məclisdə iştirak edirdi. Zeyd. İmam məclisdə söhbət edirdi. Gördü ki, qardaşı həmin məclisdə yanında oturan şəxslərə özünü tərifləyir. Onlara belə tərifləyir. Yəni yanındakılara deyirdi ki, biz Əhl-i Beyt nəslindənik, imamlar nəslindənik. Mənim atam məsələn İmam Kazım əleyhissalamdır. Biz peyğəmbər nəsliyik falanıq. Belə o seyidliyinə, atalarını, o məsum atalarına görə xülasə onların yanında belə lovğalanır. Öz dilimizlə desək. Biz beləyik, Fəxr biz edirdi. bəli, biz beləyik, biz eləyik. İmamza əleyhissalam ki, həmin məclisdə orada eşitdi onun dediklərini. Həzrət Zeydə üzünü tutdu, buyurdu ki, Zeyd, sən məsələn bu seyidliyinə görə, peyğəmbər balası olduğuna görə falan bu şeylə fəxr eləyirsən də bu şeylərlə. Amma sənin atan, yəni İmam Kazım əleyhissalam, o cənnətə niyə gedəcək? Şiələr niyə cənnətə gedəcək? Necə oldu? Sənin atan o namazına görə, orucuna görə, itaətinə görə cənnətə gedir. Amma sən özün namaz qılmırsan. Sən özün ibadət eləmirsən Allaha. Elə bu boş mən peyğəmbər nəslindənəm, mən İmam Kazım əleyhissalam nəslindənəm, mən seyyidəm, biz filanıq, filanıq. Necə oldu ki? Onda sən atandan üstün oldun ki. Sənin atan namazı ilə gedir cənnətə, amma sən namazsız getmək istəyirsən cənnətə. Bu necə ola bilər? Sən onda atandan yuxarı oldun. Sonra Həzrət səhv eləməsəm həmin hədisdə buyurur ki, mənim babam İmam Səccad əleyhissalam buyurur ki, seyidlərin günahı da 2 bərabər hesab olur. Seyidlərin yaxşı əməli də 2 bərabər hesab olur. Yaxşı əməl eləsə, Allah ona 2 bərabər savab verəcək. Qeyri-seyidlər o yaxşı əməl eləyəndə 1 savab alırsa, sən 2 qat savab alacaqsın. Əgər günah eləsə seyyid, onun günahı 2 qatdır, 2 bərabərdir. Niyə görə? İmam hədisdə buyurur. Yaxşı əməl eləsə, bir savabı buna görədir ki, öz cəddinin, peyğəmbərin sözünə qulaq asıb, peyğəmbərinə hörmət olaraq, hörmət elədi, o şeyi yerinə yetirdi. Bir də Allaha itaət elədi. Həm peyğəmbərinə hörmət, həm də Allaha itaət 2 dənə savab. Günah eləsə, həm peyğəmbərini təhqir eləyib, hörmətsizlik eləyir. Sözünə qulaq asmamaqla, digər tərəfdən Allaha da itaətsizlik eləyir, günah eləyir. Ona görə də hər günahının da 2 qat əzabı var, cəzası var. Bunu demək istəyirik. Əhl-i Beyt şiəsi olmaq əməllə özün göstərməlidir. Sən şiə olasan, amma namaz qılmayasan, oruç tutmayasan, sonra deyəsən, mən də cənnətə gedəcəm. Onda nə oldu? O birisilər o ibadətinə görə cənnətə gedirlər, amma sən ibadət eləmədin, getdin cənnətə. Bu necə olur? Sən onlardan elə bir üstün olursan orada. Amma hansı ki, bu yanlış düşüncədir. Elə biləsən ki, mən heç bir əməl etmədən, hicabım olmadan, filan şey olmadan məni Allah aparacaq cənnətə. Xeyr, belə bir şey yoxdur. Ona görə gərək əməlimizlə çalışaq özümüzü və Əhl-i Beytə oxşadaq və cənnətimizi qazana bilək. Ustad, yəni onda bu qeyd etdiyiniz məsələ çox gözəl məsələdir. Bəzən bir də görürsən olur da indi yəni hansısa bir seyyiddə adam bəzi şeyləri müşahidə edir, amma hətta siz qeyd etdiyiniz məsələdən də artıq aydın olur ki, yəni hətta seyyid olsan belə, peyğəmbər nəslindən, Əhl-i Beyt nəslindən gəlsən belə, yəni əməlin olmasa, səni yəni bu peyğəmbərlə qohumluğun belə Allahın əzabından qurtara bilməz. Yəni
Seyyid olsan, siz buyurdunuz, gərək daha artıq əmələ riayət eləyəsən ki, sən üçün elə bir kişilərin nəslindən gəlirsən ki, hamıdan artıq əməl eləməlisən ki, öz cəddinin yolunu başqalarından daha yaxşı getməlisən ki, başqalarına nümunə olasan. Bəli, elədir. Biz necə edək ki, Əhl-i Beytin o həqiqi şiələrindən olaq? Bunun birinci yolu həqiqi şiə olmaq, yəni həqiqi tərəfdar olmaq. Onların Bəli, dediyinə itaət eləmək. Həzrət Zəhra buyurur ki, biz deyənlərə əməl eləsin də. Bəli. Biz nə vaxt onların dediyinə əməl eləyərik? Birinci şərti budur ki, insan onların bizim boynumuzda olan haqqı tanısın, mərifəti Bəli. olsun. Onların haqlarını tanısın. Bəli. Yəni mən Həzrət Əli əleyhissalamın haqqını tanımasam, heç vaxt onun dediyinə əməl eləmərəm. Düzdür, Onun dediyi düzdür. vacibi vacib kimi qəbul eləmərəm. Bəli. Düzdür. Yəni biz adətən kiminsə sözünə qulaq asmaq istəsək, o şəxsi əvvəl tanımalıyıq. Tanımalıyıq. Kimdir, nəçidir? Bəli. Mən niyə görə onun sözünə qulaq asmalıyam? Üzr istəyirəm, vaxtımızda 2 dəqiqə Bəli, dedim, bəli. diqqətinizi çatdırım. Bəli. Elə qısa olaraq deməli, Əhl-i Beytin haqqını tanımalıyıq. Əhl-i Beytin bizim boynumuzda nə haqqı var? Burada buyururlar, ovləviyyət haqqı var. Aha. Ovləviyyət haqqı, yəni onların sözü bizim sözümüzdən qabaqdır, öndür. Öndədir, bəli. Bunu mən əqidəm olmalı, tam bilməliyəm ki, onların sözü mənim sözümdən qabaqdır. Birinci onların sözüdür, sonra mənim. Birinci onların qərarıdır, sonra mənim qərarım. O əgər qərar versə ki, bu şey belə olmalıdır, mən o qərarı qəbul etməliyəm, tabe olmalıyam. Əgər bu haqqı tanısaq, buna deyirlər ovləviyyət haqqı, üstünlük haqqıdır yəni. Hər nə desə, o məndən üstündür. Bunu mən qəbul eləsəm, bəli, ikinci növbədə artıq əməldə bunu göstərməliyəm. Bəli. Həzrət Əlini özümdən oğla görürəmsə, üstün bilirəmsə, onu özümə imam bilirəmsə, bəli, indi onun buyurduğu sözü mən gərək qəbul eləyəm və əməldə də onu göstərim. Ustad, əgər tamam olsa da icazənizlə indi isə inşallah suallarımıza keçək. Allah razı olsun, həqiqətən də çox maraqlı söhbət oldu. İndi isə verilişimizin ikinci hissəsi dəyərli izləyicilərimizin suallarına həsr olunur. Deməli, Ustad, izləyicimiz yazır ki, salam, axşamınız xeyir, əleykəssalam, hər vaxtınız xeyir olsun. Bəziləri belə şübhə atırlar ki, necə ola bilər Həzrəti Zəhra əleyhissalam dünya malına görə Peyğəmbər salavatullahın səhabələri ilə düşmənçilik edə? Buna necə cavab vermək olar? Həzrət Zəhra dünya malına görə səhabələrlə düşmənçilik elədi. Bu əvvələn böyük bir dənə töhmətdir. Bəli. Bunu o kəslərə demək olar ki, hadisədən, məsələdən xəbəri yoxdur. Zahirinə baxar məsələn. Xəbərdar olsa məsələ nə məsələ idi? Həqiqətən dünya malına görə idi, yoxsa dünya malına görə deyildi? Bu nə üçün idi? Həzrət Zəhra məsələn mala dövlətə sahib olmaq istəyirdi. Ona görə səhabələrlə düşmən oldu. Yoxsa səhabələr dünya malı istəyirdilər, Həzrət Zəhra ilə düşmən oldular. Həzrət Əli ilə düşmən oldular. Burada tam əks idi. Bütün səhabələr yox, o bəzi səhabələr ki, münafiqlər idi. Onlar həqiqətdə əsl səhabə də deyildilər. Münafiqlər idi. Onlar dünya malına çatmaq üçün Peyğəmbərimizdən sonra sallallahu aleyhi və aleyh o məqamı fürsət bildilər ki, əlimizdən bu fürsəti gərək buraxmayaq. Nə qədər ki, Həzrət sağ idi, Peyğəmbərimiz sağ idi, onlar bu işi görə bilmirdi. Əslən, onlar gözləyirdilər ki, Peyğəmbər dünyasını dəyişsin. Sallallahu aleyhi. Fürsət güdürdülər. Yəni, bir gün sabah eləyirdilər ki, nə vaxt Peyğəmbər dünyadan gedəcək, biz bu məqamı, postu əlimizə keçirəcək. Qəsb eləyək keçsin. Onların, mən belə dedim, o sözü deyənlər ki, iddia eləyir və töhmət vurur Həzrət Zəhraya, salamun aleyha, dünya malından ötəri, məsələn, səhabələrin düşmən oldular. İndi bəli, biz də bu iddianı eləyirik. Həzrət Zəhra yox, səhabələr dünya malına görə
Həzrət Zəhra ilə düşmən oldu. Düz. Həzrət Əli ilə Peyğəmbərimiz Həzrət Əlini özünün canı hesab eləyirdi, eyni özü hesab eləyirdi. Bununla belə onlar dünya malından, dünyadan ötəri, vəzifədən ötəri Həzrət Əliyə gəldilər, düşmən oldu. Düz. Bəli, Ustad, Allah razı olsun. Gözəl və ətraflı şəkildə izah etdiniz. Ayrı bir sual da var. İzləyicimiz yazır ki, salam aleykum Ustad. Həzrəti Zəhra salamullah əleyha imamlardan üstündürmü? 14 məsumdandır. Belə demək olmaz. Həzrət Zəhra bu cəhətdən ki, imamların anasıdır. Bəli, bu baxımdan üstündür. Yəni imamların anası. Amma imamlarımız Həzrət Zəhrada imamət məqamı yox idi. İmamət vəzifəsi yox idi. Bu cəhətdən yəni Həzrət Zəhrada imamlıq yox idi, amma digər imamlarımızda imamlıq vəzifəsi var idi bu oyunlarında. Yəni bir növ belə deyək, bu imtiyaz imamlarımızda imamət imtiyazı var idi, Həzrət Zəhrada o yox idi. Amma Həzrət Zəhra bir ana kimi, bəli, digər imamlarımızdan ana olaraq üstündür. Bəli, çox gözəl, Allah razı olsun. Ayrı bir sual da var, izləyicimiz yazır ki, salam aleykum, belə bir sualım var. Həzrəti Zəhranın qapısının yandırılması düzgündürmü? Vəhabilər deyirlər ki, belə bir şey olmayıb. Bəli. Bu vəhabilərin iddiasıdır. Hər kəs bilmək istəyirsə, tarixə müraciət eləsin ki, Həzrət Zəhranın o şəhadət hadisəsi necə baş verdi, nələr oldu, kimlər nə elədi. Tarixdə bunlar var, bunları heç kim inkar eləyə bilməz. Hərçənd vəhabilər buna inkar eləyir. Vəhabilər o tam gün kimi aydın olan məsələləri inkar edirlər. Onlardan biri də həmin bu məsələdir. Vəhabilər Qədirxan məsələsini inkar edir. Hansı ki, minlərlə insanın içində baş verən bir hadisə. Bütün tarix boyu, istər sünni, istər şiə alimləri nəql elədiyi, bütün əsrlərdə məsələ nəql olub, bu günlərin vəhabilər onu inkar edir. Və ona görə onların sözü etibarsız. Başqa bir izləyicimizdən də belə bir sual ünvanlanıb. Salam, əleykəssalam. Niyə Həzrəti Zəhra salamullahi əleyha Ümmi Əbiha adlanıb? Bəli, burada buyururlar ki, Həzrət Zəhra salamullahi əleyha az yaşda ikən anasını itirdi. Həzrət Xədicə Kubra salamullahi əleyhanı itirdi və ondan sonra Həzrət Zəhra Peyğəmbərimizə bir növ analıq eləyir. Peyğəmbərimizin xidmətində dayanır. Peyğəmbərimizə qulluq edir. Ona görə Həzrət Peyğəmbərimiz Həzrət Zəhraya xitab eləyəndə buyurardı, Ummu Əbiha, atasının anası. Yəni o qədər əziz idi Həzrət Zəhra. Bu bir növ həm sevginin də bir növ dolğun şəkildə göstəricisidir. Allah razı olsun, gözəl izah verdiniz. Ayrı bir sual da var izləyicimizdən. Həqiqətən də izləyicimizlər, tamaşaçılarımız da çox maraqlı suallar ünvanlayırlar. Allah razı olsun hamısından. Deməli yazır ki, salam, əleykəssalam. Zəhmət olmasa ustad cavab verərdi. Niyə İslamda kişilər qadınlardan üstün hesab edilib? Bunu mütləq şəkildə demək düzgün deyil. Kişilər qadınlardan üstündür. Xeyr, kişilər qadınlardan üstün deyil. Mütləq şəkildə üstün deyil. Bəzi cəhətlər var, bəli, bəzi cəhətlərdən üstünlük var. Amma mütləq şəkildə yox. Məsələn, əməl baxımından qadınla kişinin nə fərqi var? Kişi qadından üstün deyil. Savab baxımından kişi qadından üstün deyil. Hər kəs əməli salih eləsə, Allah ona savab verəcək. İstəyir kişi olsun, istəyir qadın olsun. Quran-ı Kərimin bizə buyurduğudur. Bu əməli salihi kişi eləyib deyənə kişiyə 2 qat savab, qadına 1 qat savab, belə bir şey yoxdur. Savabda eynidirlər, əməldə eynidirlər, əxlaqi baxımdan eynidirlər, insani baxımdan eynidirlər. Kişi qadının fərqi yoxdur.
Bəzən belə təbliğ edirlər ki, güya İslam dini kişiyə üstünlük verib qadını alçaldıb. Xeyr, əksinə İslam gəlib qadına çox dəyər verdi. Bəli. Bu insanlar idi ki, qadınları alçaldırdılar. İslam gəldi, dəyər verdi, onun Ucaqda dəyərini qadınlar, bəli. geri qaytardı. Amma bəli, bəzi cəhətlərdən kişinin üstünlüyü var. Ailədə Allah Taala kişiyə bu haqqı verib ki, ailənin başçısı kişinin, başçılıq eləməyi kişinəndir, qadınla deyil. İşləməkdir kişinəndir, ailəni dolandırmaqdır kişinəndir. Ailənin, qadının xidmətində durmaqdır kişinəndir. Bunları kişi eləməlidir, qadın yox, qadının vəzifəsi deyil. Allah Taala qadının vücudunu bir cür yaradıb, kişinin vücudunu tamamilə fərqli şəkildə yaradıb. Elə şeylər var ki, o qadına yaraşmaz, əsən onun vücuduna uyğun deyil. Bəzi şeylər kişiyə yaraşar, kişinin vücuduna uyğun. Məsələn, dediyimiz kimi işləməkdir, gedib ağır işlər görməkdir. O qadının əslən vücudu ilə uyğun deyil. Bəli, Ustad, bəli. Bu kişinin işidir, qadının işidir. Düzdür. Qadın lətafətli bir varlıq olaraq yaradılıb, incə bir varlıq olaraq yaradılıb. Ona görə onun incəliyinə uyğun əməllər olmalıdır. Bəli, bu baxımdan fərqlər var. Allah Taala kişiyə verdiyi gücü qadına verməyib. Məsələn, onun vücudu varlığı belədir. Təbiət o cürdür. Təbiətcə belədir. Bəli, bəli. Bəli, bu fərqlər var, amma digər baxımdan, insaniyyət baxımından qadın da insandır, kişi də insandır. Əxlaqi baxımdan həmçinin gözəl sifətlərə gəlincə kişidə də olmalıdır, qadında da olmalıdır. Bunun heç bir fərqi yoxdur. Bəli, Ustad, Allah razı olsun. Çox gözəl şəkildə izah etdiniz. Həqiqətən də bəzən İslam düşmənləri tərəfindən müsəlmanlara qarşı bu cür töhmətlər vurulur ki, İslam dini bu cürdür, qadınla kişiyə fərq qoyur və s. bu kimi şeylər gözəl şəkildə izah etdiniz. Allah razı olsun. Deməli, Ustad, başqa bir izləyicimiz də yazır ki, salam aleykum, aleykəssalam. Bir neçə müctəhidə təqlid etmək olarmı? Xeyr, bir neçə müctəhidə olmaz. Belə olar ki, insan ya özü müctəhid olmalıdır. Müctəhid deyilsənsə, ya gərək muhtat olasan, ya da müqəllid olasan. Ehtiyat edən olmasın. Bəli. Əgər muhtat olsan, ehtiyata əməl edən olsan, elə belə həqiqətdə sən elə bir neçə müştəhidə təqlid edirsən. Orada onu demək olar. Amma ehtiyat elə eləməlisən ki, hamısının dediyinə uyğun hərəkət edəsən. Amma bu şey bəzi hallarda heç cür alınmır. Məsələn, bir müştəhid deyir ki, təsbihat ərbəni hökmən 3 dəfə deməlisən namazda, o birisi deyir ki, 1 dəfə deməlisən, fərz edir. Biri deyir, 1 dəfə vacibdir, o birisi 3 dəfə vacib. Burada indi necə ehtiyat eləyəcək insan? Namazda həm 1 dəfə deyim, həm 3 dəfə deyim, bu şey olmaz. Namazın birin 3 dəfə ilə deyim, qutarım, sonra durum təzədən 1 dəfə ilə, bu da olmaz. Bəzi yerdə ehtiyat eləmək də qeyri-mümkün olur. Hər halda, əgər muhtat olsan, bəli, onda sən elə bil ki, bütün müştəhidlərin dediyinə əməl edirsən, o da mümkün olan yer. Yox, muhtat olmasan, xeyr, bu caizdir. Ustad, bağışlayın, belə bir şey də olarmı ki, məsələn deyirəm, fərz eləyək bir müctəhid, misal üçün, filan bir babda, məsələn, ibadət məsələlərində daha çox ələmdir, digər bir müctəhid isə başqa bir mövzularda daha çox ələmdir. Yəni, belə bir yerdə olarmı ki, məsələn, ibadət məsələlərində bir müctəhid ələm o mövzuda, digər məsələn müctəhid ki, o birisi mövzuda ələmdir, ona orada təqlid olar o cür. Əgər o cür olsa, o bir neçə müştəhidə ayrı-ayrı sahələrdə, elə bir bablarda təqlid olar o cür. Bəli, bəli, Ustad, Allah razı olsun. Artıq vaxtımız tamamdır. Bundan artıq sualları da verə bilməyəcək və sonda sizdən də bir dua istəyərdik. Sizin duanızla verilişimizi tamamlayaq inşallah. Allahümme salli ala Muhammedin və ali Muhammed. İlahi İmam-ı zamanımızın zuhurunda təcil elə. Amin. Bizi o həzrətin layiqli şiələrindən qərar ver. Amin. Evlərimizə, ailələrimizə rəhmətini, bərəkətini nazil et. Amin inşallah. Allah razı olsun Ustad. Çox sağ olun. Təşəkkür edirik. Allah sizin elminizə, ömrünüzə bərəkət versin ki, zəhmət çəkdiniz, gəldiniz bizləri gözəl söhbətlərinizlə məlumatlandırdınız. Çox sağ olasınız. Sağ olun.
Bəli, hörmətli izləyicilər, bu gün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Dəyərli ustadımızın gözəl söhbətlərindən istifadə etdik və biz də sonda Allahdan arzu edirik ki, bizləri qiyamət günü Həzrəti Zəhradan ayrı salmasın inşallah. Allahın izni ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.